Salam uşaqlar. Qədim Albaniya dövlətinin testlərini bu gün işləyəcəyik. Demək, test üzərindən öyrənmək daha məqsədə uyğun hesab elədim. Baxırıq birinci suala. Eradan əvvəl 4-cü əsrin sonları, 3-cü əsrin əvvəllərində İberiya ilə Xəzər dənizi arasında yaranmış Azərbaycan dövlətinin paytaxtını müəyyən edin. Söhbət Alban dövlətindən gedir. Albaniya dövləti eradan əvvəl 4-cü əsrin sonları, 3-cü əsrin əvvəllərində yaranıb. Harada yaranıb? İberiya ilə Xəzər dənizi arasında. İberiya təxminən indiki Gürcüstan ərazisi, bu ərazi. Xəzər dənizı də buradır. Deməli, bu arealda yerləşən dövlətdir. Şimali Azərbaycan bizim indi yaşadığımız Azərbaycan Respublikasının ərazisinə düşür. Və dövlətin ilk paytaxtı da Qəbələ şəhəridir. Qəbələ də xəritə üzərində yerləşir 4-də. Düzgün cavab D variantı. 2. Qədim Albaniyaya aid deyil. Cənub qonşu Atropateniyadır. Bəli, Atropateniya bax təxminən bu ərazidir. Bir dəqiqə göstərim. Atropateniya dövlətini keçəndə demişdim sizə. Atropateniya dövlətinin ərazisi indiki Cənub Azərbaycan ərazisidir. Baxın 1 və 2. Atropateniyanın paytaxtı 1 Qazaka şəhəri bax buradır. Bu ərazi Atropateniya dövlətinin ərazisinə düşür. Cənub qonşusu bəli təbii ki Atropateniyadır. B variantı yazıb Romalılar yürüşünə məruz qalıb. Bəli, Albaniya Romalılar yürüşünə bir neçə dəfə məruz qalıb. Eradan əvvəl 66-65 Lukul və Pompeyin yürüşləri Roma sərkərdələridir. Eradan əvvəl 36 Kanediyin yürüşünə məruz qalıb. Antoniya sərkərdəsidir. Bu doğrudur. Bizə aid olmayan lazımdır. Karra döyüşü eradan əvvəl 53-cü ildə Atropateniya mövzusunda danışmışdıq. Eradan əvvəl 53-cü ildə Karra döyüşü olmuşdu. Atropateniya Parfiya Birləşmiş Qüvvələri ilə Roma arasında. Yəni qalib tərəfdə Parfiya olmuşdu. Bu döyüşün Albaniyaya aidiyyəti yoxdur. Cavab C variantıdır. Roma ilə diplomatik əlaqələr, bəli, Roma ilə diplomatik əlaqə saxlayıb. Elə ən adi bir bizim İranın 2-ci əsrində Roma İmperatoru Adrianla dostluq əlaqələri saxlamasına ilə misal gətirmək olar. Alanların hərbi yürüşünə məruz qalması, alanların hərbi yürüşləri 1-3-cü əsrlərdə əhatə edir. 1-3-cü əsrlərdə də Albaniya, həm də Atropateniya ərazisi alanların hərbi yürüşünə məruz qalmışdılar. Doğru cavab C variantı. Üçüncü sual. Albaniyada yaşamış Qafqaz dilli tayfaların nəsillərindən idi. Albaniyada müxtəlif Qafqaz dilli tayfalar yaşayıb. Konkret kitab cümləsinə cavab verəcəksiniz. Xınalıqlılar, Buduqlular və Udinlər yazılırdı kitabımızda. Ona görə də burada tapırıq bunlardan. Udinlər cavab Y variantı. Albaniya eradan əvvəl 65, eradan 36 tarixinə aid oxşar cəhət. 65 eradan əvvəl Qanıq döyüşünün tarixidir. Kitabı oxuyanda görəcəksiniz Qanıq döyüşü. Eradan əvvəl 66 Kür çayı sahilində döyüşdü. Hər iki döyüşdə Albanlar Roma sərkərdələri Pompeyə məğlub olmuşdular. Eradan 36-cı ildə isə Kanidin yürüşüdür. Romalılar yenə də yürüş ediblər. Buradan cavabdan elə oxşarlıq nəyi çıxada bilərik? Cavab B variantı Romalıların hərbi yürüşünə məruz qalması. Gedirik 5-ci suala. 5-ci sualda nə deyir bizə? Fendiya. Baxırıq. Orois Alban hökmdarıdır. Zober də Alban hökmdarıdır. Nə deyir bizdə burada sualda? 1-ci əsrin 60-cı illərində hakimiyyətdə olması. Burada eradan əvvəl 1-ci əsr olsaydı, bunu biz Orois'e götürərdik. Amma qarşısında heç nə yoxdur. Ona görə də bu qalır kənarda. Heç birini götürə bilmirik buna. Xarici hərbi müdaxilələrə qarşı mübarizə aparması. Baxırıq, hər ikisini götürmək olar. Niyə? Orois eradan əvvəl 66-65 döyüşləri Orois'a aiddir. Romaya qarşı döyüşüb. Zober Kanidi eradan əvvəl 36-da gələndə Alban hökmdarı Zober idi. Ona görə də oxşarlıq 2-ni götürmək olar. 3-ə 2 cavabı. Belə testləri işləyəndə cavablarla işləyin. Baxın, cavabda 3-ə 2 olan cavab 2 dənə variantda uyğundur. 2 və 3, 2 və 5. Görək hansı ödəyir? 3-ə baxaq. Roma sərkərdəsi Pompey ilə müqavilə imzalaması. Pompey ilə müqaviləni bağlayan kimdir? Orois'dur.
Amma Zober Pompeyi görməyib. Deməli, aiddir 3, 1-ə. 1-ə 3 olan cavab oldu burada. Burada 1-i də aid ediblər. İndi qayıdacaq 1-in üstünə. Görək nə problem var idi orada. Kanedidən asılılığı qəbul etməsi. Kanedidən asılılığı bayaq dedim ki, Zober aiddir. 2-yə 4 aiddir. Bu da doğrudur. Roma imperiyasının qoşunları ilə toqquşması 5, 2 və 5 cavabı oxşara gedir. Bəli, hər ikisi Oroyusda, Zoberdə Roma qoşunları ilə burada xarici hərbi müdaxiləsə deyəndə elə Roma nəzərdə tutulur. 2 və 5 oxşardır. 2, 4-dür. Doğrudur bu da. 3 oxşardır. 1. Testdə səhv gedib. Testdə burada eradan əvvəl sözü yazılmalıdır ki, bu test düzgün çıxsın. Yəni, çapda səhv gedib yəqin ki, cavab A variantıdır. 6. Atropatena Albaniya dövlətinin meydana gəlməsinin əhəmiyyəti nədir? Əhəmiyyətini soruşur bizdən. Qədim dövlətçiliyin ənənələrinin möhkəmlənməsi. Bəli, bu doğru cavabdır. Qədim dövlətçilik ənənələrinin dirçəlişi və ya möhkəmlənməsi, bu sözlər bu dövlətlərə aiddir. Amma desək ki, qədim dövlətçilik ənənəmizin yaranmağa başlanması, bu isə aiddir Mannaya. Çünki Manna ilk dövlətimizdir. Orada isə yaranması sözünü götürəcək. Burada isə bir variantı doğrudur. Möhkəmlənmə deyir. Burada problem yoxdur. Biri götürəcəksiniz. Romaya qarşı mübarizədə bütün türk dilli tayfaların birləşməsi. Romaya qarşı mübarizədə bütün türk dilli tayfaların birləşməsi. Bütün testlərdə bütün sözüdür, yalnız sözüdür. Bu testlərdən, bu variantlardan %99% qaçın. Adətən bu tip variantlar səhv götürülür. Romaya qarşı mübarizədə bütün türk dilli tayfaların birləşməsini biz bu dövlətlərin heç birində işlətməmişik bu cümləni. Azərbaycanın vahid xalqın yaranmağı prosesinin başlanması, bu dövlətlərin hər ikisinin yaranması ilə Azərbaycan xalqı yaranmağa başlayıb. Konkret kitab cümləsi. 1 və 3 cavabları doğrudur. Selevkilər dövlətinə qarşı mübarizə asanlaşdı yazıb. Birincisi, Albaniya dövləti Selevkilərlə heç mübarizə aparmayıb, Atropatena aparıb. Yəni, dövlətlərin yaranması, deyək ki, lap belə əksinə də aiddir. Bu dövlətlərin yaranması o demək ki, Selevkilər dövlətinə mübarizə asanlaşdı. Əgər asanlaşdırsa, Atropatena mübarizə aparıb qalib gələrdi də. Heç qalib də gələ bilməyib ki, asılı olub. 33 il müddətində Selevkilərdən asılı olub. Yəni, doğru cavab 1 və 3 cavabı ödəyir. Uyğunluq pozulmuşdur. Səhv axtarırıq. Alban qoşunlarına Padşah Oroyus rəhbər. Padşah, bir dənə şey deyim sizə. Albaniya dövləti mövzusunda Oroyus padşahdır, Kozis padşah deyil. Kozis Oroyusun qardaşıdır. O testlərdə adətən sizi yoxlamaq üçün, məntiqinizi, diqqətinizi yoxlamaq üçün adətən elə suallarla rastlaşarsınız. Sualda nə deyir? Səhv, pozulmuşdur. Alban qoşunları Padşah Oroyus rəhbəri Kür sahəsində döyüşdü. Bəli, Oroyus eradan əvvəl 66 döyüşündə iştirak edib, doğrudur, məğlub olmuşdu. Kür sahəsində döyüşdü. Albanlarla mübarizə aparırdı. Roma sərkərdəsi Kanedi. Xeyr, Kanedi bayaq dedi ki, eradan əvvəl 36-cı ildə gəlib. Deməli, Albaniyaya hücum edib, amma Kür sahəsində döyüş isə eradan əvvəl 66-da olub. Bunlar uyğunlaşmır. Cavab B variantıdır. Baxaq o bir cavablara. Qanıq döyüşündə Alban qoşun rəhbəri idi sərkərdə Kozis. Fikir verin, sərkərdə yazıb, padşah yazmayıb. Ona görə doğrudur. Xəzər dənizinin sahillərini işğal edə bilməmişdi Roma sərkərdə Pompey. Bəli, işğal edə bilmədi. Çünki həm əsgərlər yoruldu, həm də ki, Albanlar çox ciddi müqavimət göstərdilər. Ona görə alınmadı onun yürüşün uğurlu olsun. Albanların Yunan yazısıyla tanış olmasının sübutu Şəkinin Böyük Dəhnə kəndində tapılmış yazı. Bəli, Albanların Yunan yazısı ilə tanış olmasını 3 dənə fakt sübut edir. Biri deməli Kirəmitdir, digəri Yunan tanrılarına sitaişdir. Bir də Şəkinin Böyük Dəhnə kəndində Yunan dilində tapılan yazıdır. Bizim eranın 2-ci əsrinə aiddir. Bunu da yadda saxlayın. Amma Atropatenada Yunan təsirini göstərən 3 dənə fakt deyəndə biz deyirdik Kirəmitdir, Keriftodur, Kerifto Herakla aid mənbət, bir də Yunan tanrılarına sitayiş. 8-ci sual. Qədim Albaniya dövləti ilə eyni dövrdə mövcud olmuş dövlətlərdən biri deyil. Qədim Albaniya. Məsələn, Romanın Albaniyaya hücumunu bilirik. Deməli, eyni dövrdə mövcud olub. Parfiyanın eradan əvvəl 247-də yarandığını bilmək lazımdır. 247-ci ildə yaranıb. Bizim eranın 224-cü ilində Sasanilər tərəfindən Suziyan gölü yaxınlığında döyüşdə süquta uğradılıb.
Yəni gördüyünüz kimi Albaniya dövləti də eldən əvvəl 4-ün sonları yaranıb, bizim eranın 705-ci ildə süqut edib. Ona görə də eyni vaxtda düşür. Ona görə cavab bu deyil. Selevkilər. Selevkilərin ən azından eldən əvvəl 223-cü ildə Atropatena üzərinə hücumu Artabazanın onlardan asılı qəbul etməsi və o dövrdə də Atropatena dövlətinin mövcud olmasını bilirsiniz ki, Albaniya dövləti Atropatenanın demək olar ki, eyni əsrdə yaranmış dövlətlərdir. Bu da deyil. Atropatena yazıb. Bəli, hər ikisi eyni əsrdə yaranmış dövlətlərdir bunlar. Eldən əvvəl 4-cü əsrdə eyni vaxtda yaranıblar. Biri deyil yazıb. Makedoniya çarlığı. Makedoniya imperiyası yazsaydı daha yaxşı olardı. Biz bilirik ki, istər Atropatena, istər Albaniya dövləti Makedoniya imperiyasının parçalanması nəticəsində yaranmış dövlətlərdir. Nəyə görə Makedoniya çarlığı dedim ki, bura imperiya yazılmalıdır? Çünki Makedoniya imperiyası parçalanandan sonra Makedoniya çarlıq şəklində fəaliyyət göstərib. Yəni Makedoniya özü qalmışdı. İmperiya ilə dövlətin fərqini bilirsiniz də. Dövlət Makedoniya ola bilər, özü ola bilər. Makedoniya imperiyası ona deyirlər ki, çoxlu ərazilər işğal edib özünə qatıb. Aydındır. Çarlıq sözü biraz burada işləri qarışdırır. Makedoniya imperiyası olmalıdır burada. Cavab Y variantıdır. Yəni burada Makedoniya imperiyası nəzərdə tutulub, testi tərtib edən belə düşünüb. Biri deyil. Yəni bilirik ki, Makedoniya imperiyası parçalanmasından yaranan dövlətlər hansılardır? Atropatena və Albaniya dövlətləridir. 72-74 alan yürüşləri, Albaniya yürüşünün məqsədi nədir? Bu konkret sualdır. Alanlar niyə gəlmişdi Albaniyaya? Deyirsən ki, qənimət əldə etməkdən ötürü. Cavab A variantıdır. Alan tayfalar 1-3-cü əsrlərdə Azərbaycana yürüş ediblər. Kuti dövlət qurumu və Albaniya üçün oxşar cəhət istəyir. İşğalçılara qarşı mübarizədə yaranaraq möhkəmlənməsi. Xeyr, nə Atropatenası, nə Albaniyası, nə Kuti dövlət qurumu işğalçılara qarşı mübarizə aparıb dövlət yaratmayıblar. Yəni biri var qalibiyyətli müharibələr nəticəsində dövlət yaradasan, biri də var ki, hazır şəkildə hansısa bir dövlət parçalansın, sən müstəqil olasan, dövlət yaradasan. Bu dövlətlər də belə formalaşmış dövlətlərdir. Albaniya, Atropatena. Kuti dövlət qurumu da elədən əvvəl 3-cü minillikdə mövcud olan dövlət qurumlarıdır. Bunları daha əvvəlki mövzularda keçmişik. Ölkə ərazisində Qarqar tayfasının yaşaması. Qarqar tayfası Albaniya ərazisində yaşamış tayfa idi. Hakimiyyət Ağsaqqal tayfa başçısının iştirak etdiyi məclisin seçməsi bir hökmdarı, yəni hakimiyyəti hökmdarı məclis seçməz. İrsi hakimiyyət olub o vaxtda. Yəni atadan oğula keçib hakimiyyət. Hər hansı bir məclis yığılıb, hər hansı bir hökmdarı seçməyib. Qaldı ki, Kuti dövlət qurumunda bəli, məclis seçirdi. Albaniya, Atropatena dövlətlərində isə hakimiyyət irsi idi. Bunlarda bəli, demişdik ki, onlarda məclis seçir hökmdarı. Ölkə vilayətlərinin canişinlər vasitəsilə idarə olunması, bəli, canişinlər əksər dövlətlərin demək olar hamısında var. Canişinlik sistemi elə bir sistemdir ki, yəni dövləti, vilayətlərini idarə etmək üçün sən mütləq həmin vilayətlərə bir adam təyin etməlisən. Ki, dövləti idarə etmək asanlaşsın. Üsyan nəticəsində süqut etməsi elə heç nə yox. Albaniyaya baxanda 705-ci ildə ərəblər tərəfindən süquta uğradıldığını bilirik. Üsyan nəticəsində süquta uğramayıb. Kuti dövlət qurumu elədən əvvəl 22-ci əsrdə Trikana qarşı Mesopotamiyada üsyan qalxmışdı. Ondan sonra dövlət parçalanmışdı. Buna hardasa aid etmək olar. Heç düzü aid etmək olmaz ona, amma ən azından Albaniyanı biliriksə, deməli götürmək lazım deyil. 11 boş xanlara uyğun olanları müəyyən edin. Boş xanalar nədir? Yunan mədəniyyətinin Atropatena mədəniyyətinin təsirini daha aydın sübut edir. Yunan mədəniyyətinin Atropatena təsirini deyir. Yunan mədəniyyətinin Atropatena təsirini 3 dənə şey demişdik. Kiremit, Çerifto və Yunan tanrılarının sitayiş. Kiremit, Çerifto harda var? Çerifto. Deməli, Çerifto burada var. Cavab 1-ə B-ni uyğunlaşdıra bilərik. Romalıların Albaniyada olması haqqında məlumat verir. Bu nədir? 81-96-cı illərdə Qobustan kitabəsi var. Həqiqətən də Romalıların gəlib Qobustanda olması haqqında məlumat verir. 2-yə Qobustan kitabəsini götürmək olar. Alban Yunan yazısı tanış olduğunu sübut edir. Albanların Yunan yazısını tanış olduğunu sübut edirsə, bu bizim İranın 2-ci əsrinə aid Şəkinin Kiş kəndində olan böyük dəhnə yazısını misal gətirmək olar. 3-ə C, 1-ə B oldu. B variantı. Gəldik 12-ci suala. Qədim Atropatena Albaniya dövlətlərinin tarixinə aid oxşar cəhət. Suallarda fikir verin, dövlət deyir. Sadəcə olaraq qədim Atropatena Albaniya üçün oxşarlıq desə, yəni cavabda fərqliliklər olur. İndi yəqin ki, o tip testlər qarşımıza çıxacaq, mən sizə deyəcəm onu. Alban dövlətlərinin tarixinə aid oxşar cəhət. Qədim nə? Qədim deyil. Baxın,
Qərbi yazılıb. Qərbi Roma imperiyası ilə mübarizə aparması. Yazısı idi ki, qədim Roma imperiyası ilə heç o da düz gəlməzdi. O da düz gəlməzdi. Bu Qərbi Roma nə vaxt yaranıb? Fikirləşirik. Qərbi Roma 395-də yaranıb. Qədim Roma imperiyasının parçalanması nəticəsində yaranıb. 395-ci ildən 476-ya qədər mövcud olmuş dövlətdir. Atropatena heç Qərbi Romanı görməyib. Albaniya görüb. Mübarizə aparıbmı Qərbi Roma ilə? 395-dən 476-ya qədər mövcud olub. 400-lərdə yox, mübarizəsi yoxdur. Albaniyanın indi gələn dərslərdə keçəcək 3-7-ci əsrlərə Sasanilər dövründə 359 və 371 Amid və Dicra döyüşlərini keçəcək. O döyüşlər Qədim Roma ilə olacaq. Qədim Roma ilə. Qədim Roma başqa şeydir. Qədim Roma 395-ci ilə qədər mövcud olub. 395-ci ildə həmin o Qədim Roma imperiyası parçalanıb Qərbi Romaya, Şərqi Romaya. Qərbi Roma 395-dən 476-cı ilə qədər mövcud olub. Şərqi Roma, yəni Bizans, tarixin ən uzun ömürlü imperiyası. Bu isə 395-dən 1453-cü ilə qədər, yəni Osmanlılar onları tutana qədər mövcud olublar. Burada bir cavabını götürməyəcək, Qərbi Roma yazıb, səhvdir bu. Quldarlıq münasibəti mövcud olması təbii ki, eradan əvvəl quldarlıq quruluşu idi. Quldar dövlətlərimiz ki, Yunan mədəni təsirinə məruz qalıb, bəli, hər ikisi Yunan mədəni təsirinə məruz qalıblar. Atropatenada da 3 dənə fakt var idi, Albaniyada 3 dənə fakt var idi. Təsərrüfatın bütün sahələrində qul əməyindən geniş istifadə edilməsi, bayaq dedim ki, cavablarda bütün sözü, yalnız sözlərlə qaçın. Burada nə yazıb? Bütün sahələrində qul əməyindən geniş istifadə edilməsi. Qul əməyindən istifadə edilib, təbii ki, amma bütün sahələrdə deyil. Kitabda yazır bəzi sahələrdə. Ona görə cavabı 4-ü götürməyin. Roma istilasına qarşı mübarizə aparması. Hər ikisi mübarizə aparıb Roma istilasına qarşı. 5 doğru cavabdır, 3 doğru cavabdır və 2 doğru cavabdır. 3 də cavab uyğun gəldi. 1 və 4 cavabları sizi ağlatmaq üçün qoyulmuşdur ora. Xronologiya. Xronologiyada Qavqamel döyüşü. Bu faktiki suallardır, faktoloji suallar deyirlər bunlara. Yəni sən bunların tarixini bilməlisən və ikinci işində bunları düzgün xronoloji hazırlıqla düzməlisən. Qavqamel döyüşü. Eradan əvvəl 331. Magneziya döyüşü. Eradan əvvəl 190. Tərəflərini də deyim. Qavqamel döyüşü eradan 331-ci ildə Makedoniyalı İskəndərlə Yunan hökmdarı, Əhəməni hökmdarı 3-cü Dara arasında baş vermişdi. 3-cü Dara və Makedoniyalılar qalib gəlmişdilər. Magneziya döyüşü eradan əvvəl 190 Roma ilə Selevkilər arasında olmuşdu. Roma Selevkiləri məğlub etmişdi. Atropatena da fürsətdən istifadə edib müstəqilliyini bərpa etmişdi. Antoni şərqə yürüyüşü eradan 36-cı il götürəcək söz. Pompeyin Albaniya yürüyüşünü də eradan əvvəl 66-65 götürəcək söz. Bu da olacaq düzülüş. İndi qarşılarına bunların tarixlərini yazırsınız. 331, 190 eradan əvvəl. Hamısı eradan əvvəldir. Eradan 36, eradan əvvəl 66, 65. Deməli, eradan əvvəl rəqəmlər demişdik, böyüdən kiçiyə gəlməlidir. Birinci götürürük 1-i, sonra 2-ni, sonra 4-ü, sonra 3-ü. Xronologiyamız 1, 2, 4, 3 olacaq. Böyüdən kiçiyə düzlük. Uyğunluq testi. Eradan əvvəl ikinci əsrin birinci yarısı. Əvvəlcə bunu fikirləşirəm ki, nə demək istəyir burada mənə? Eradan əvvəl ikinci əsr nədir? 200-dən 101-ə qədər. Birinci yarısı nədir? 200-dən 150-yə qədər. Yazdım qarşısına ki, 200-dən 150-yə qədər. Misal üçün. Eradan əvvəl birinci əsrin ikinci yarısı. Eradan əvvəl birinci əsr nədir? 100-dən 1-ə qədər. İkinci yarısı nə demək istəyir? 50-dən 1-ə qədər. Yazdım qarşısına ki, 50-ci ildən 1-ci ilə qədər. İndi baxıram cavablara. Maqnezi döyüşü. Maqnezi döyüşü nə vaxt? Eradan əvvəl 190. Eradan əvvəl ikinci əsrin birinci yarısına düşür? Bəli. 1-ə A. Şur sahəni döyüşdə Romalılar Albanlara qalib gəlməsi. Eradan əvvəl 66-dır. Eradan əvvəl birinci əsrdir. Eradan əvvəl 66 birinci əsrdir. Birinci əsrin ikinci yarısıdırmı? Xeyr, birinci yarısıdır. Eradan əvvəl 66, eradan əvvəl birinci yarısına düşür. Biz isə 50-dən 1-ə qədər yazmışdıq bura. Atropatena yenidən müstəqil əldə etməsi. Atropatena yenidən müstəqil əldə etməsi Maqnezi döyüşünün nəticəsidir. 190. Deməli, A və C cavabları 1-ə gedəcək. 190 birinci yarısıdır, ikinci əsrin. Roma sərkərdə Antoni şərqə yürüş təşkil etməsi dedik ki, eradan əvvəl 36-dır, Fraspa döyüşü. Deməli, o düşəcək ikinci yarısına. 50-dən 1-ə qədər demişdik, yaxud 36, 50 ilə bir rəqəmin arasındadır. Roma İmperatoru Adrianın Alban hökmdarları ilə dostluq əlaqəsini saxlaması
Roma İmperatoru Adrian Albanlarla dostluq əlaqəsi. Roma İmperatoru Adrian bizim İranın 117-ci ilində hakimiyyətə gəlib. 117 yəni bizim İran 2-ci əsrdə hakimiyyətdə olub. Burada səni çaşdırmaq üçün qoyub. Eradan əvvəl 2-ci əsr var burada. Sən bununla qarışdırasan. Y variantını heç birini götürmürsən. Çünki bizim eradadır. Eradan əvvəl deyil. 2-yə tək bir dənə cavab çıxdı D variantı. 1-ə A, C, 2-yə D variantı. 15-ci sual. Situasiya sualıdır. Romalı Pompey Mitridatı təqib edərkən İberiyalıları məğlub etdi. O Albanların hücum xəbərini alıb qəzəb içində geriyə onlara qarşı döndü. Bu Albanlara qarşı hərb elan etmək demək idi. Alban hökmdarının qardaşı Kozis də Romalılara qarşı müharibəyə hökmdarı təhrik etmişdi. Pompey onları Alban çayı sahilində artıq döyüş qaydasında düzülmüş gördü. Burada bizə qanıq döyüşündən danışır mətndə. Görək nə deyir bizə. Tarixi bilikləriniz əsasında bu döyüş zamanı Alban hökmdarının adını Eradan əvvəl 66-65 bu döyüşlərin tarixini bilirsinizsə, 65-ci ildə baş verdiyini bilirsiniz qanıq döyüşü. Qanıq döyüşündə də ki, hökmdar kim idi? Nə barədə Kozis fikirləşirsiniz? Kozis sərkərdədir, hökmdar deyil, hökmdar Oroisdur. Tarixi bilikləriniz əsasən bu döyüşdə Roma ulusunun qalib gəlməsi səbəbi nədir? Məşhur səbəbi var. Hərbi hiylə işlətməsi. Kitabda da keçir bu cümlə. Üçüncü sual, tarixi biliklərinə əsasən döyüşün Albaniya üçün bir neçə siyasi nəticəsini qeyd edin. Nəticəsi nə oldu Albanlar üçün bu döyüşün? Albanlar Romadan asılılığı qəbul etdilər. Məlum məsələdir. Deməli, Albaniya üçün bir neçə siyasi nəticəsi. Asılı olmaları, müqavilə bağlamaları. Pompeydəki bilirsiniz sonda heç yürüşü də yarımçı dayandırıb getmişdi. Çünki ciddi müqavimətlə üzləşmişdi. 6 B variantı qədim Albaniya. Albaniyada ticarətdən puldan geniş istifadə edilən sübut edən pul dəfnən tapıldığı. Birincisi nəyi bilək? Albaniyada tapılmış ən qədim pullar kimin adından keçirilib? Makedoniyalı İskəndərin adından keçirilib. Tapılan ən qədim pullar. Amma bir şey də var ki, həmin pullar tələbatı ödəmədiyindən Albanlar eradan əvvəl 3-cü əsrin ikinci yarısından etibarən İskəndərin pullarına oxşar pullar kəsiblər. Bu da faktdır, bu da yadda saxlamaq lazımdır. İndi bizdən sualda soruşur ki, pul dəfnələri hardan tapılıb? Xəritə sualıdır. Kitabdan axtarıb tapsınız. Qəbələni deyə bilərsiniz, paytaxtdan pul dəfnələri tapılıb ki, Şəkini deyə bilərsiniz. Ən azından baxaq, bura haradır? Bura təxminən Gəncədir. Gəncədən tapılmıyor. Yox, bura haradır? Naxçıvandır. Bura haradır? Bura təxminən Biləsuvara düşür. Biləsuvardır bura. Bura Qəbələdir. Yox. Bura Qəbəliyə düşür haradasa. Bura isə Şəkiyə təxminən. Təxmini xəritədir təbii ki bu. 2 və 3 cavablarını götürmək olar. Kitabda Şəki və Qəbələdir, səhv etmirəmsə. Şəki və Qəbələdə 2 və 3 cavablarında variantı kimi düşünə bilərsiniz. Demək ki, qədim Alban dövlətinə aid deyil. Qədim Alban dövlətinə aid olmasın. Qul əməyindən kənd təsərrüfatı sənətkarlığın bəzi sahələrində istifadə edilməsi. Gördünüz, bəzi sahələrində yazıb. A variantı doğrudur. Qullarlıq dövründə yaranıb feodal dövlət kimi sübut edib. Bəli, bu da doğru cümlədir. Atəşpərəstlik dininin geniş yayılması. Albaniyada atəşpərəstlik dini geniş yayılmamışdı. Albaniyada bütpərəstlik dini idi. Bir də sonradan isə 313-cü ildən, bizim İranın 313-cü ildən Urna İran dövründə xristianlıq rəsmi dövlət dininə çevrilmişdi. Yəni bütpərəstlik və xristianlıq olub, atəşpərəstlik olmayıb. Bu cümlə aid Atropatenaya cavab C-dir. Eradan və 3-dən İskəndərin pullarına oxşar pulların keçirilməsi. Bayaq dediyim ki, Eradan və 3-cü əsrin ikinci yarısında İskəndərin pullarına oxşar pullar kəsiblər. Bu da aiddir. İskəndərin adından kəsilmiş pullardan istifadə edilməsi. Bəli. Ən qədim pullar İskəndərin adından keçirilib bu dövlətlərimizdə. İstər Atropatenada, istər Albaniyada. Amma Eradan və 3-cü əsrdə İskəndərin pullarına oxşar pulların kəsilməsi Atropatenaya aid deyil, Albaniyaya aiddir. Alban dövləti Eradan əvvəl 1-in 60'ları. Eradan əvvəl 1-in 60'ları nə deməkdir? Eradan əvvəl 66-65. Nə deyir? Aiddir deyir. Parfiyan hücumuna məruz qalması. Xeyr, Albaniya Parfiyan hücumuna məruz qalmadı. Qobustan kitabəsi 81-96 dedik. Bizim era dedik. O da aid deyil. Oroys tərəfindən. Oroys idi, bəli. Eradan 66-65 döyüşlərində Oroys idi hökmdar. 3'ü götürdük. Alan tayfalan yürüşləri 1-3-cü əsrlər dedik.
1-3-cü əsrlər bizim eradan əvvəl 1-ci əsrdən söhbət gedir. Burada deyil. Pompeyin basılı Roma qoşununun yürüşünə məruz qalması, bəli, Pompeyin yürüşünə Kür sahilində döyüş 66 və 65 qanıq döyüşləri Pompey ilə Albaniya arasında olmuşdu. 5 doğrudur və 3 doğrudur. Cavab D variantı. 4-cü sual. Roma sərkərdəsi Pompeyi Xəzər sahillərinə yürüşü dayandırmağa məcbur etdi. Niyə bayaq dedim mən bunu? Niyə məcbur oldu ki, Pompey yürüşü dayandırsın? Alban hökmdarı Zober'in sülh imzalaması. Xeyr, Zober sülh imzalayıb, Oroys sülh imzalayıb onlarla. Albanların güclü müqavimət göstərməsi, bəli, 1-i 2-dir. Yolun çətinliyi, yürüşün təhlükəli olması, bəli, 1-i 3-dür. İmperiyanın sərhədlərin müdafiə olunma ehtiyacı, xeyr. Belə bir cavab yoxdur. 2 və 3 cavabı doğrudur, B variantı. Deməli, getdik 5-ci suala. 5-ci sual. Alban hökmdarı Oroysun hakimiyyət dövrü üçün xarakterik idi. Oroysun hakimiyyət dövrü üçün xarakterik idi. Baxırıq, 1-ci əsrin 60-larında Albaniyaya padşahlıq etməsi. Yenə də eradan əvvəl söz olsaydı, biz bunu rahatçılıqla götürə bilərdik. Qanıq döyüşünün Romalılara qalib gəlməsi. Xeyr, qanıq döyüşündə Romalılara məğlub olub. Roma sərkərdə Pompey ilə saziş bağlayıb. Bəli, cavab C-dir. Kür döyüşünə hilə ilə qalib gəlib. Kür döyüşündə hilə deyil, hiləni göstərən Romalılar olublar. Fraspa şəhərində yürüşən Romalılara mübarizə aparması. Fraspa döyüşü Atropatenaya aiddir, Albanlara aiddir. Alban hökmdarı Oroysa aid olan bir dənə cavab var, o da cavab C variantı, Pompey ilə sülh bağlaması. Qədim Albaniyanın 2-ci əsr tarixinə aiddir. 2-ci əsr, bizim eranın 2-ci əsrindən söhbət gedir. Yəqin ki, burada Adriandan söhbət gedəcək. Bayaq dedim ki, bizim eranın 2-ci əsrində Adriandan dostluq ediblər bunlar möhkəm. Kanedi yazıb, eradan əvvəl 1-ci əsrdir. Kür sahilində döyüş deyir, eradan əvvəl 1-ci əsrdir. Adrianla dostluqla söz, cavab C variantı. Kanedi ilə yerli hökmdar dostluğu, Kanedi yenə də görürsənsə bu eradan əvvəl 1-ci əsrdir. Antoni deyir, eradan əvvəl 1-ci əsrdir. 7-ci sual. 7-ci sualda nədir? Doğru cavab istəyir bizdən. Səbəb, İskəndər şərqə yürüş edib, Manna ərazisində elm mədəniyyəti yayılıb. Bu qalsın, bəlkə də bir məntiqi sualdır bu. Qalsın, B-yə baxaq. İskitlərin Azərbaycan ərazisinə gəlişi, Albaniya dövlətinin ərazisinə türk tayfa məskunlaşması. Albaniya dövləti. İskitlər eradan əvvəl 7-ci əsrdə yaranmış dövlətdir. İskitlərin zamanında Albaniya dövləti mövcud deyildi. Albaniya 4-cü əsrdə meydana gəlib. Uyğunlaşmır. Albaniya ərazisinə deseydi götürə bilərdik. Haradasa. Türk tayfalar məskunlaşması. Kür sahilində döyüşdə baş verməsi, Oroysun Roma imperatoruna Sovyet hala düşməsi. Bu tip testlərdə diqqətli olun. Bildim ki, bu suallar, bu tip suallar çox məntiqi suallardır. Ehtiyatlı olun bu testlərdən. Baxın, diqqətli olun. Kür sahilində döyüş deyir, eradan əvvəl 66. Elədir. Oroysun Roma imperatoruna asılı hala düşməsi. Roma imperatorundan asılı hala düşməsi. Ümumi tarixdən Roma dövlətini biz keçmişik. Roma dövlətçiliyi tarixi 3 dövrə bölünür. Padşahlıq dövrü, imperiya dövrü, padşahlıq dövrü, respublika dövrü və imperiya dövrü. Elədir. Eradan əvvəl 753-cü ildən eradan əvvəl 509-cu ilə qədər nə olur? Padşahlıq dövrü olur. Eradan əvvəl 509-cu ildən eradan əvvəl 27-ci ilə qədər isə nə olur? Respublika dövrü olur. İndi burada dayanırıq. Eradan əvvəl 27-yə qədər respublika dedik. Eradan əvvəl 66 Roma imperiyası, imperatoru uyğun gəlir? Gəlmir. İmperator sözünü biz harada işlədə bilərik? Eradan əvvəl 27-dən sonra. Yəni eradan əvvəl 27-dən 395-ə qədər Romada imperiya dövrüdür. Ona görə C səhvdir. Bizdən doğru istəyir. Pompeyin Albaniyaya yürüşü. Roma qoşunlarının ölkəni tamamilə işğal etməsi. Bayaq dedik ki, Pompey ölkəni işğal edə bilmədi, çünki güclü müqavimət gördü. Yoruldular, belə ilə çətin oldu. Qanıq sahilində döyüşün baş verməsi. Eradan əvvəl 65, Alban hökmdarı Kozisin gördüyünüz testlərdə hökmdar yazıb, Kozis sizi aldatmağa çalışır. Bu da deyil. Bayaq demişdim, A-da dayanıq. A-da nəyə əsasən dayandım mən?
İskəndərin şərqə yürüşü Manna ərazisində elm mədəniyyətin yayılması. Burada uşaqlar, Manna görən kimi qaçmayın bu testdən. Deməyin ki, Mannalı nədir? Makedoniya İskəndər şərqə nə vaxt yürüş edib? Eradan əvvəl 336-da hakimiyyətə gəlib, 334-dən etibarən də gəlib üzü bəridə, yəni həmən dövlətin üstünə. O dövrdə də Manna dövləti mövcud deyildi. Eradan əvvəl 590-da süqut edib deyəcək üstələrdir. Amma burada Manna dövlətindən söhbət getmir ki, burada Manna ərazisindən söhbət gedir. Yəni Mannanı burada dövlət kimi yox, Mannanı bir coğrafi məkan kimi işlədir ki, Manna ərazisi. Manna ərazisi deyəndə Cənubi Azərbaycan necə? Məsələn, Atropatena ərazisi, Cənubi Azərbaycan, Albaniya ərazisi, deyirik Şimali Azərbaycan ərazisi. Aydındır? Ərazi kimi burada işlədir sözü. Çaşmayın, burada cavab A variantı. Doğru cavab istəyir. A variantı. Gözəl sualdır. Bax, bu tip testlər düşündürücü testlərdir. Bununla gəlin də da avtomatik səhvlər olmasın. 6B variantı. 8-ci sual. Qədim Atropatena və Alban dövlətlərinin tarixi üçün oxşar cəhət. Atropatena və Alban dövlətlərinin tarixi üçün oxşar cəhət. Şəhər dövlətləri halında idarə edilməsi. Şəhər dövlətlər sözünü işlətməmişik. Şəhər dövlətlər nədir? Biz Yunanistanda görmüşük onu, qədim Yunanistanda. Şəhər dövləti, Afina, Sparta, şəhər dövlətləri vardı. Efes, Rodos, Lesbos, müxtəlif şəhər dövlətləri vardı orada. Biz şəhər dövlətlərindən danışmamışıq. Yəni bir şəhərin dövlət olması. Belə bir şey deməmişik. Hökümdarın xalq yığıncağında seçilməsi. Hökümdar, bayaq dedim ki, bu dövlətlərimizdə irsi idi. Hansısa bir xalq yığıncağı toplaşıb hökümdar seçmirdilər. Atası ölürdü, oğlu gəlirdi hakimiyyətə. İşi deyil. Alanların yürüşünə məruz qalması. Atropatena mövzusunu izah edəndə sualda nə deyir? Dövlətləri. Biz bunu Albaniya dövlətinə aid edə bilərik alan yürüşünü və Atropatenaya aid edə bilmərik. Niyə? Çünki Atropatena bizim İranın 20-ci ilində süqut edib, alan yürüşlərini bir üçüncüsü rahat edib, görməyib. Həmişə biz belə demişik. Görək, bu testi onu nəzərə alıblar, yoxsa yox. Əhali Yunan mədəniyyətinə tanış olması, bəli, Yunan mədəniyyətinə hər iki dövlətimiz tanış olub, oxşar olub. Oxşarlıqdır. 4 dəqiq var. Roma sərkərdəsi Antonidən asılı vəziyyətə salınması. Roma sərkərdəsi Antonidən asılı vəziyyətə salınması. Atropatena Antonidən asılı vəziyyətə düşməyib. Çünki elədən əvvəl 36-cı il Fraspa döyüşündə Atropatenalılar Antonin qoşununu məğlub etmişdilər. Asılılığı qəbul etməyib. Albaniya isə Antoni sərkərdəsi Kanedi getmişdi Albaniyaya, onu asılı vəziyyətə salınmışdı. Amma Atropatena düşməyib. 5 cavabı uyğun deyil. Bir dənə cavab çıxdı, 4. 4 olan cavablar 3 və 4, 1 və 4. 1. Şəhər dövlətləri qəti ola bilməz. 3. Alanların yürüşünə məruz qalması. Elə gözləyirdim, elə bu götürəcəklər. Alanların yürüşünə məruz qalması. Yenə deyirəm, bu testdə uşaqlar problem var. Belə testlərdə olur. Alanların yürüşü bir üçüncüsü ilə əhatə edir. Ən böyük yürüş tarixləri 72-74-cü illərdir. Atropatena dövləti bizim İranın 20-ci ilində süqut edib. Əgər sualda yazılsaydı ki, Atropatena və Albaniya dövləti yazılmasıydı, yazılışı Atropatena Albaniya üçün oxşarlıq, məmnuniyyətlə 3-ü götürərdik. Amma dövlət sözü burada işləri pozur, çünki Atropatena artıq yox idi. Testi tərtib edən bu, bilirsiniz hardan, o vaxtı lap köhnə testlərdə problemsiz şəkildə bu formada götürülürdü. Yəni biz o vaxtı lap belə qədimi kitablara keçsək, onda bu vardı. Amma sonradan nəyə görə vardı? Bu da izah edeyim sizə, söhbət açılmışkən. Çünki Atropatena dövlətinin süqutunu 227 götürərdik. Niyə? Sasanilər gəlib Atropatenanı öz tərkiblərinə qatana qədər. 227 götürərdik süqutunu. Ona görə də alanların yürüşünü biz rahatçılıqla götürürdük. Amma sonradan dərsliklər dəyişdi. Atropatena süqutunu eradan əvvəl bizim İranın 20-ci ilinə aid etdilər. Və avtomatik biz də alanların yürüşünü ora götürə bilmədik. Bu test köhnə test banklarından qalma sualdır. Gəlib düşüb bura, kopirabat olunub. Bu problemli sualdır. Cədvəldəki hansı hadisələrin nömrələrin yerini dəyişəndə verilmiş bütün hadisələr düzgün hadisələr müəyyən etmək olar.
Bu suallar xronoloji suallardır. Bu testdə düzgün cavab yazmaqdan ötürü birinci növbədə ruska ərizdə olmalıdır. Hadisələrin bir-bir tarixlərini qarşısına yazmalısan ki, e, gözündən yayınan bir şey olmasın. Əhəmənilər dövlətinin süqut etməsi. Əhəməni dövləti süqut edib eradan əvvəl 330 İskəndərin yürüşü nəticəsində. Albaniya əhalisinin yazı ilə tanış olması. Albaniya əhalisi yazı ilə tanış olması elə eradan əvvəl 5-ci əsr götürəcəksən, Əhəmənilərin zamanından elə albanlar yazı ilə tanış olublar. Alban sərkərdəsi Kozisin Romalara məğlub olması. Bu qanıq döyüşüdür eradan əvvəl 65. Atropatena dövlətinin Parfiyadan asılı hala düşməsi. Parfiyadan asılı deyir, yəqin elə süqutu nəzərdə tutacaq. Eramızın 20-ci ili kimi düşünək. Deməli, cavabımız böyüdən kiçiyə gəlməlidir. Nömrələrin yerini dəyişəndə burada xronologiya pozulub yəqin ki. Baxırıq, həqiqətən də pozulub. Çünki əhalinin yazı ilə tanış olması eradan əvvəl 5-ci əsr dedim. Bunu isə eradan əvvəl 330 dedim. Deməli, bu 2-ni 1-ə qoymalıyam, 1-i gətirib 2-nin yerinə qoymalıyam. Yerlərini dəyişdirməliyəm ki, xronologiya düz çıxsın. 3 ilə 4-də görə problem var. Kozisin Romalara məğlub olması dedik ki, eradan əvvəl 65-dir. Bu da bizim eranın 20-ci ilidir. Deməli, burada problem yoxdur. Eradan əvvəl rəqəmlər böyüdən kiçiyə düzülür. Bizim erada isə balacadan böyüyə düzülməlidir. Bu bizim eradır, bu lap axırda olmalıdır. 1 və 2 cavabların yerini dəyişsəm, uyğunluq alınar. Cavab D variantı. 10-cu sual. Uyğunluq pozulmayıb. Pozulmayıb. Yəni, düz axtarırıq. Kür sahilindəki döyüşdə albanlarla mübarizə aparmışdı. Roma sərkərdəsi Antoni, xeyr, albanlarla Kür sahilində döyüşdə Antoni deyil, Pompey mübarizə aparıb. Eradan və 2-ci əsrdə Albaniyaya yürüş etmişdi Roma imperatoru Adrian. Roma imperatoru Adrianla bunlar bizim eranın 2-ci əsrində dostluq ediblər. Yəni, burada anlatmağa çalışıb. Bu da səhvdir. Albaniya 1-3-cü yürüşünə məruz qalmışdı Hunların. Albaniya 1-3-cü əsrdə yürüşünə məruz qalıb alanların, Hunların deyil. Atropatenada və Albaniyada yaşamışdı Qadusi tayfaları. Bəli, demişdik ki, həm Kaspilər, həm Qadusi tayfaları həm şimalda, həm cənubda. Yəni, həm Albaniyada, həm Atropatenada yaşayırlar. Doğru cavab D variantıdır. Yunan qoşunları Albaniyada olmasından xəbər verir. Domisianın adını Latın dilində Qobustan kitabəsi Romalıların burada olmasından xəbər verir. Yunan qoşunlarının deyil. Ona görə cavab D variantı olacaq. Qədim Alban və Sak tayfalardan söhbət gedir. Yəni, elə bir ola bilsin ki, dövlətə aid olmasın. Baxaq. Urmiya gölü ətrafında məskən salmaları. Alban hara? Alban bizim indiki ərazimiz Şimali Azərbaycanda. Urmiya gölü hara? A çıxdı. Manna ərazisi məskunlaşması yenə Alban hara? Yəni, heç Saka baxmıram. Yəni, tək Albandan tutub gedirəm elə. Baxın elə. Manna ərazisi məskunlaşması yenə mümkün deyil. Çıxdı. Azərbaycan cənub torpağına dövlət yaratmaları. Alban Şimali Azərbaycanda yerləşib. Çıxdı. Midiya Babilistanına qarşı mübarizə aparması. Alban harda görmüşük ki, Midiyanı. Alban heç Midiyanı görüb ki, Babilistanı görsün. Heç birini görməyib. Qavqamel döyüşünə həmin ordusunun tərkimi vuruşmaları. Aha. Eradan əvvəl 331-ci ildə Qavqamel vuruşmasında həmin ordusunun ki, bu İskəndərlə döyüşürdü. Həmin ordusunun tərkibində həm Alban tayfaları, həm Kaspi tayfaları, həm Sak tayfaları iştirak edirdilər. O cümlədən də əsas İskəndərin qoşunları ilə üzbəyiz olan o həmin qoşun ki var idi, onun tərkibində bizim Atropat da iştirak edirdi. Yəni, Atropatena dövlətini yaradacaq sonra həmin o Atropat da orada iştirak edirdi. Yəni, tayfa boş yerə yazmayıb, yəni hələ dövlət yaranmamışdı. Bizimkilər, bizim tayfalar Əhəməni ordusunun tərkibində İskəndərə qarşı döyüşürdülər. Amma İskəndər gəldi, Əhəməni ordusunu süquta uğratdı. Ondan sonra bu bizim bu ərazilərimiz qatıldı İskəndərin tərkibinə və İskəndərin dövləti parçalanandan sonra biz müstəqil olub dövlət qurduq. Yəni, doğru cavab Y variantıdır. Konkret kitabımızda da qeyd olunub. 12-yə baxırıq. 12-yə. 12. Manna. Bu tip testləri bilirsiniz. Manna. 1 gətirib aşağı hara calayıb. Balıq piyindən südçü yağına.
Bu balıq piyini biz harda görmüşdük? Albaniyada. Ona görə də bura ki uyğun gələr. Ki balıq piyidir. Sonra nə deyib? Canşinlik sistemi. Canşinlik sistemini aparıb Atropatenaya calayıb, sonra Albaniyaya calayıb. Yox, bu canşinlik sistemi aparıb Mannaya calansaydı götürərdik. Olmadı bu. Bu nədir? Səma atları. Çində məşhur olan səma atları 6 Atropatenada demişdik. Deməli, burada cavab çıxdı. 2 və 6 cavabı. Cavab D variantı. Albaniyada balıq piyinə sürkü yağı, səma atları da Atropatenada. Alban dövlətinə aiddir. Alban dövləti. Parfiya dövlətinin parçalanmasından sonra yaranıb? Xeyr. Alban dövləti Makedon İskəndərin parçalanmasından sonra yaranıb. İskəndərin imperiyasının parçalanmasından sonra yaranıb? Bəli, 2. 2-ni götürdük. Hakimiyyət Yunan əyanlarının əlində cəmləşib? Xeyr. Niyə hakimiyyət Yunanların əlində olsun ki? İskəndərin pullarına oxşar pullar? Bəli, 4. Zərdüşt dini? Xeyr. Albaniyada Zərdüşt dini olmayıb, bütpərəstlik və xristianlıq olub. 2 və 4 cavabları uyğundur. 14-də baxırıq. Xronologiya sualıdır. Qanıq döyüşü, Fraspa döyüşü. Qanıq döyüşünə vaxtı eradan əvvəl 65. Fraspa döyüşü eradan əvvəl 36. Antoni şərqə yürüşü eradan əvvəl 36. İskəndərin pullarına oxşar pullar kəsimi eradan əvvəl 3-cü əsrin 2-ci yarısı. İndi bizə nə tələb olunur? Hadisələri düzək. Burada bir şey beyninizi qarışdırmasın. Mən Fraspa döyüşünə də eradan əvvəl 36 dedim. Yəni şərqə yürüşünə də eradan əvvəl 36 dedim. 36 nəyə görə dedim? Biz əvvəllər testdə 38 deyirdik bunu. İndi yeni dərsliklərdə 36 yazırlar. Lap belə 36 olsun, fərq eləmir. Yenə də xronologiyanı düzmək asandır. Ən birinci, böyüdən kiçiyə gəlməliyik. 4-ü götürəcəyik. Eradan əvvəl 3-cü əsr dedim. 3-cü əsrin 2-ci yarısı dedim. Yəni təxminən 250-201 arası. 4. Sonra gəlirik 1-ə, Qanıq döyüşünə. Eradan əvvəl 65. Rəqəmlər böyüdən kiçiyə düzülməlidir. Sonra gəlirəm 3-ə. Niyə 3-ə? Birinci bu kişi şərqə yürüş eləsin ki, sonra gəlsin Fraspa döyüşündə Atropatena görsün, onunla döyüşsün. Aydındır. Birinci sən yürüşün götür, sonra döyüşü götür. Yürüş olmadan döyüş olmaz. Aydındır. Yürüşə başlamalıdır. Ondan sonra gəlməlidir, filan bir ərazidə döyüşməlidir. Ona görə də 3-2 götürəcəksən. 4-1, 3-2. 15-ci sual. Uyğunluq sualıdır. Bu tip sualları cavablarla işləyin. Dövlətlərə baxmayın, cavablarla işləyin. Urartunun hərbi təcavüzünə məruz qalması. Biz bunu harada görmüşük? Mannada. Manna dövləti Urartunun hərbi təcavüzünə məruz qalıb. Məsələn, elə 9-cu əsrdə elə Gilzan vilayətinin götürüldüyünü demişdik. Biz başqalarını demirik. A variantını götürürük, Mannanın qarşısına yaza bilərik. Eradan əvvəl birincisi Roma qoşunlarının məğlub etməsi. Roma qoşunlarını məğlub edən kimdir? Atropatena. Eradan əvvəl 36 Fraspa döyüşü. Beyni götürüb yazırıq Atropatenanın qabağına. Maqnezi döyüşündən sonra müstəqil bərpa etmişdi. Kim? Atropatena dövləti. Eradan əvvəl 190-da Maqnezi döyüşündən sonra fürsətdən istifadə edib müstəqil bərpa etmişdi. B və C cavabları Atropatenanın qabağına yazılır. Roma sərkərdəsi Pompey ilə sülh imzalaması. Pompey ilə sülh bağlayan kimdir? Oroyusdur. Oroyus kimdir? Alban hökmdarıdır. Deməli, D gedəcək, Albaniya dövlətinin qarşısına yazılacaq. Kanadiya yürüşü nəticəsində Romalıların asıl vəziyyətə düşməsi. Bəli, Kanadiya yürüşü nəticəsində eradan 36 Albanlar Romalılardan asıl vəziyyətə düşmüşdü. Albaniya dövlətinə aiddir. Bəli. Y də, D və Y cavabları da deməli gedəcək Albaniyaya. Bugünlük bu qədər uşaqlar. Test çoxdur, işləməli test o qədərdir ki. Əsas siz bunu izləyin hələ, təxmini bilin ki, testlərimiz hansı formada düşür. 6-cı siniflər bu videonu izləyəndə ola bilsin ki, bəzi məlumatlar sizin dərslikdə olmasın, kitabınız yenilənib və yaxud da 6-cı sinif dərsliyində burada olan, testlərdə olan məlumatların bəziləri olmur. Yuxarı 10-cu sinif dərsliyində də Albaniya mövzusu var deyə qalan məlumatlar orada yazılır. Yenə də bilməyiniz problem deyil, əlavə olaraq öyrənin. Dərsi də buna uyğun. Testlərlə tanış olun. Və hazırlıqdakı uşaqların da çalışın bircə-bircə izahlara baxın, diqqətlə baxın, ötəri baxmayın. Yaxşı mı? Sağ olun.